fikir versəniz, bunu deyən adam, gedin, baxın, araşdırın, yoxlayın. Görəcəksən ki, o, ərəbin dinini yox, o, Allaha qul olmaq istəmir. Allaha boyun əymək istəmir. Bu, məsuliyyətin altına girmək istəmir. Düzdür? O sadəcə olaraq bu sözlə variantdır. O demək istəyir ki, mən əyilmək istəmirəm. Mən dinə tabi olmaq istəmirəm. Mənə ərəbin dini lazım deyil, yəni mənə Allah lazım deyil. Bu əslində bunu demək istəyir. Bu, qardaşım, elmi yol deyil. Elmi mövqe deyil. Bu söz elə bir ki, məsuliyyətin, yükün altından qaçmaqdır. Bu elmi yol deyil ki bu, bunu deyən adam. O demək istəyir ki, mənə Allah lazım deyil. Mənə din lazım deyil. O, insan həyatını dəyişmək istəmir. Öz həyatı var axı, yaşayır. Yiyib, içir, əylənir, kef damaq içində. Din nə deyir? Həyatı dəyişmək lazımdır. O cür həyat yaşamaq olmaz. Bu da o həyat içərisindədir deyə, kef damaq içindədir. Yiyib, içib, əylənir. İndi həyatını dəyişmək istəmir deyə, gül kimi yaşayır. Haram yox, halal yox, məsuliyyət yox, mükəlləfiyyət yox. Bu olar, bu olmaz. Bundan qaçmaq üçün neyinir? Mənə ərəbin dini lazım deyil. O, həyatını dəyişmək istəmir ona görə. Bu birincisi. Əlbəttə, günahlar içərisində yaşayır. Buna olar, olmaz deyən yoxdur. Falan şey olar, falan şey olmaz, falan şey yemək olar, falan şey yemək olmaz. Hə. Nə istəyir eləyir adam? Nə istəyir eləyir? İndi mənə ərəbin dini lazım deyil. Ərəbin dini bu elə təsəvvür edir ki, bu din ərəblərindir. Mən də ərəb deyiləm. Mənə o lazım deyil. Məsuliyyətin altından qaçmaq üçün.